Az kodla daha effektiv və sürətli web tətbiqlər yaratmaq istəyirsiniz? Bunu kim istəməz ki? Az kod yazmaq təkcə vaxt qazanmaq deyil, həm də daha təmiz, idarə oluna bilən və sürətli layihələr yaratmaq deməkdir. Bütün bunlar üçün Next.js texnologiyası ən ideal seçimdir. Bugünkü web proqramlaşdırmada sürət, SEO və performans əsas faktorlardır. React işlədənlərin qarşılaşdığı ən böyük çətinliklərdən biri də dinamik tətbiqlərin sürətli və optimallaşdırılmış işləməsini təmin etməkdir. Burada Next.js bizim köməyimizə çatır. Next.js React-ın framework-udur və gəlin onu fərqləndirən əsas xüsusiyyətlərə nəzər salaq. Server-side rendering. Səhifənin serverdə yüklənir və istifadəçiyə tam hazır şəkildə çatdırılır. Bu, SEO-nun effektivliyini və sürəti artırır. Static Site Generation. Səhifələr əvvəlcədən yaradılır və istifadəçi klik edəndə aynı formada açılır. Bu, performansı inanılmaz dərəcədə yüksəldir. API Hooks. Backend funksionallığını Next.js tətbiqinin daxilində yaratmağa imkan verir. Əlavə server tələb etmir. Automatic Code Splitting. İstifadəçi yalnız lazım olan kodu yükləyir və bu da səhifələrin sürətli formada açılmasına imkan verir. Təsəvvür edin ki, e-commerce bir saytınız var və müştəri məhsul səhifəsinə daxil olduqda hər şey dərhal yüklənir. Və ya bir blog platforması işlədirsiniz və məqaləniz Google-da ən üst sıralarda görsənir. Bütün bunları Next.js-lə asanlıqla etmək mümkündür. Əgər siz də web proqramlaşdırmada peşəkar səviyyəyə çatmaq, Next.js-i dərindən öyrənmək, real layihələr üzərində işləyərək təcrübə qazanmaq istəyirsinizsə, Jet Academy-nin JavaScript əsaslı full stack proqramlaşdırma kursusuna qoşulun. Burada HTML, CSS, JavaScript, React, Next.js, Node.js, Express.js, MongoDB və digər texnologiyaları öyrənəcək, qısa müddətdə tam funksional web tətbiqlər yarada biləcəksiniz. Kurs barədə daha ətraflı məlumat üçün bizə müraciət edin.